Boz küçələri yaşıl parklar əvəzləyir. Göz oxşayan parkların sayı ilbəil artır. İstismar müddətini başa vurmuş binalar sökülür, yerinə yeni binalar tikilir, parklar salınır. Belə məkanlardan biri də Xətai rayonunda yerləşən Sevirən parkıdır. Parkın yaxınlığında yerləşən köhnə evlər artıq sökülüb. Növbəti addım isə bu ərazinin parka birləşdirilməsidir. Orada bir mərtəbəli Sovet dövründən qalan ümumiyyətlə çox qədim istismar müddətini başa vurmuş binalar, yöndəmsiz binalar, tikililər var idi ki, birinci növbədə onlar hamısı oradan təmizləndi. Necə ki, bax bu bu günləri Sevirən parkı vardı, o əvvəl bir hissəsi idi, sonra ikinci bir hissəsi yarandı. İndi onun davamı olaraq layihələndirmə aparılır. Düşünürəm ki, insanlarımızın o asudə vaxtının yüksək səviyyədə keçirilməsi üçün lazım olan bütün tədbirlər orada görüləcəkdir. Layihədə elektrik təchizatı, yanğın siqnalizasiyası, video müşahidə, eləcə də parkın işıqlandırılması, Wi-Fi sistemi kimi məsələlər öz əksini tapacaq. Kiçik yaşlı uşaqlar üçün əyləncə qurğularıdır, yerləncəklərdir. Sonra orta yaş belə deyək də yeniyetmələr, gənclər üçün, yeri gələn lazım olanda böyüklər üçün də idman qurğularının qurulmasıdır. Eləcə də mini futbol, voleybol, basketbol belə meydançalar. Əlbəttə ki, ilk növbədə də deməli əsasən o ərazilərin yaşıllaşdırılması, ağacların əkilməsi nəzərdə tutulub. Yaşıllaşdırma işləri Yasamal rayonu ərazisində də aparılacaq. Belə ki, Təzəpir məscidinin ətrafındakı ərazilər sökülərək mərkəzi parka birləşdiriləcək. Bununla da boz küçələr özünü yaşıl və göz oxşayan parklara verəcək. Söküntü Təzəpir məscidinin yuxarı hissəsində Süleyman Tağızadə, Mirzə Fətəli Axundov, Lev Tolstoy, Murtuza Muxtarov, Rıza Quliyev və bəzi digər küçələri əhatə edəcək. İşlər həmçinin məsciddən sol tərəfdə Nizami küçəsinin bir hissəsi daxil olmaqla Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun binalarına qədər olan ərazidə görüləcək. Qeyd olunan ərazilərdə park salınacaq və mərkəz parka birləşdiriləcək. Ümumilikdə isə söküntü işləri 27 küçə və prospektdə aparılacaq. Mütəxəssislər hesab edir ki, parkın ərazisinin böyüdülməsi urbanizasiya baxımından mühümdür. Bu ərazi Yasamalın ən hündür nöqtəsi ilə şəhərin ən alçaq nöqtəsinin ortasında, amfiteatrın orta ərazisində yerləşir və belə bir ərazidə bu parkın daha da genişləndirilməsi təmiz havanın demək olar ki, dirijor rolunu oynayacaqdır. Bu həm şəhərin deyək ki, mərkəzi hissəsində sağ və sol ərazilərdə belə bir zolağın açılması şəhərin ümumi havalandırılma sisteminin təbii şəkildə mexanizminin işlək olmasına zəmin yaradır. Qeyd edək ki, adı çəkilən ərazilərdə söküntülərin aparılması Bakı şəhərinin baş planı əsasında mərhələli şəkildə həyata keçirilir.